Şans da arzulayır. 4 ilə yaxındır, 16 yaşı var da, 12 yaşından başladı orucluqda oruç tutmağa. İlk il 2 ili sadəcə oruç tutdu, namaz qılmadı. Son 2 ili orucluqda namaz başladı qılmağa. Zo. Ondan sonra 1 ilə yaxındır ki, qızlar bilir izləyicilərim. Naibə hicaba keçmək istədi. Mən qoymadım. Dedim ki, Naibə, yox. Qızlar da bilir onu. Nə qədər dirəşdim ki, yox. 1 il onu fırlatdım. Düz 1 ilə yaxın fırlatdım. Naibə gəldi, dedi ki, bu son vaxtlar, mama, mən yuxu görürəm. Mən hicaba keçmək istəyirəm, icazə ver. Mən dedim ki, yox Naibə, o elə bir qərardır ki, o qərara girsən, geri dönüşü yoxdur. Geri dönüşü yoxdur. Sonra Deniz yığdı məni, dedi ki, eləmədə qabağını kesmə. İstəyirsə qoy eləsin. Əgər yuxularına da girirsə qoy eləsin. Biz də belə qərara gəldik ki, yaxşı Naibə, əgər son qərarındırsa, bu yola getdinsə, geri dönüşü başa saldıq ki, budur. Elə də oldu ki, özü istər, yəni öz istəyi idi. İçindən gələn bir şey. Deyir ki, yuxularıma girir mama. Sən deyir, məni saxlayırsan qabağımı. O 1 ildir də qızlar bilirdi. O vaxtı qızlardan da soruşmuşdum ki, belə bir şey var. Mən qoymurdum. Nə qədər fırlatdım, eləyə bilmədim. İstəyir indi qurban olduğum bildiyi məsləhətdir. Tək ki, o olsun. Mən belə biraz həyat tarzım başqadır. O elə yolunu getmək istəyirsə, namaz da qıla bilir, hər şey də bilir. Mən məsələn 35 yaşına çatmışam, mən bunu danmıram. Mən namaz qılmaq nədir bilmirəm. Onun içindən gələn bir şeydir. Onun qurban olduğum ona o hissi verib. O onun içindən gələn, özü öyrənib. Tezə o xalçalarla o vaxtı öyrədən xalça onlarla öyrənmişdi, YouTube'larla. Yəni o onun içindən gələn bir şeydir.